Burada mən iki məsələni qeyd edeyim. Birincisi, bayaq dediyiniz kimi, qadın bir anadır, uşaq saxlayır. Baxın, bu müəyyən bir yaş dövründə spesifik bir hadisədir. Yəni, məsələn, xanım tutalım, uşağı yoxdur, gənc bir idmançıdır. Mən bunu gələcəkdə vaxtsa ailə quracaq, uşaq sahibi olacaq deyə yenidən karyerasına mane ola bilərəm. Xeyr. Və qadın tutalım, bir uşağı böyütdü, 40 yaşını çatdı, 45 yaşını çatdı. İndi normalda Azərbaycanda 40 yaşından sonra uşaq böyüyür. Ondan sonra bəs, yəni həyatda məhrum olsun. Yəni bu məsələlər var. Adətən bu yaş dövrünü misal çəkilir. O yaş dövrdə müəyyən bir dövrü əhatə edir. Ondan əvvəl və sonra məsələsi var. Digər bir məsələ budur ki, karyera qurmaq və siz dediyiniz kimi, məsələn, Azərbaycanda biz təlimlərdə olanda həmişə indi adətən birinci rəsmi şəxslər çıxanlar təqdimat məqsədi ilə ki, Azərbaycanda gender problemi yoxdur, filan belə. Bunu biz deyirik, bəli, qanunla Azərbaycanda heç bir cinsi ayrı-seçkilik yoxdur. Amma praktika necə? Bunu dəstəkləyirmi? Məncə bəli. Xeyr. Mən sizə konkret fakt deyim. Azərbaycan... Belə deyim də, o ucqar yerləri bir kənara qoyaq. Amma bu sosial şəbəkələrə baxın, yəni baxırsınız, edirsiniz yəni. Bəli. Mən sizə konkret edən fakt deyim. Gender bərabərliyi bir qədər başqa şəkildə təqdim edirlər. Onu da deyəcəm indi, təqdimat məsələsi, təmsilçilik məsələsi. Bir fakt deyim, Azərbaycan selektiv abort üzrə dünyada birinci yerə çıxdı. Nə deməkdir? Yəni seçim üzrə abort edirək. Qız uşağı əgər dünyaya gələcəksə... Hansısa faizi də karyeraya görə olur. Yox. Niyə oğlana görə deyil, yəni karyeraya görə olan qız arasında fərq qoymasın. Əgər problem uşaqdırsa, gərək olan qız arasında fərq qoymasın. Yox, təkcə qıza görə fərq qoyursa, deməli burada ciddi bir ayrı-seçkilik var, cinsi ayrı-seçkilik var. Bu bir məsələdir. Ona görə mən həmişə deyirəm ki, o təqdimatdan sonra, rəsmi şəxsən təqdimatından sonra, bəli, nəzəriyyədə çox gözəl, mən razıyım sizlə, nəzəriyyədə qanunla hər şey çox gözəldir. Amma praktika bəzən qanunları dəstəkləmir. Məsələn, biz təlimlərimizdə müəyyən vəkillər dəvət edirik, sonra sınacaq rəhbərlər təyin edirik. Onların mənzərəsindən hadisəyə baxanda vəziyyət çox acınacaqlıdır. Məsələn, nə qədər qadınlar uşaqlarla birlikdə sınacaqlara müraciət edirlər, nə qədər qadınlar hüquq mühafizə orqanlarına müraciət edirlər, gördükləri şiddət üzündən. İkinci bir məsələ budur ki, hüquq dediyimiz şey məsələnin bir hissəsidir. Məsələn, bugün dünya o qədər inkişaf edib ki, bugün artıq nəinki insan hüquqları, heyvan hüquqlarından danışırıq. Düzdür? Bəli. Məsələn, biz heyvan hüquqlarını dünya səviyyəsində müəyyən təşkilatlar var ki, heyvan hüquqlarını müdafiə edirlər. Amma bu o demək deyil ki, sən heyvanı insan olaraq öz səviyyəndə görürsən, özündən bərabər görürsən. Demək istədiyim nədir? Bugün sən qadının hüququnu müdafiə edə bilərsən, amma sən qadına cins olaraq, yəni özünə bərabər görürsən ya yox. Bütün problemin çoxu buradan qaynaqlanır. Yəni hüquq məsələsi kosmetik bir şeydir, formal bir şeydir. Sən ola bilər qadın hüquqlarını təmin edirsən, amma qadına insan kimi özünə ekvivalent görürsən, özünə bərabər görürsən.